MS diaqnozu aldınız. Bundan sonra sizi nə gözləyir? Gəlin bir yerdə baxaq. Ümumiyyətlə bu xəstəliyin gedişatını müəyyən edən 3 əsas amil var. Genetika, həkim, pasiyent. Genetika. Bəli, bu amil var, amma biz ona birbaşa təsir edə bilmirik. Dolayı yolla təsir edə bilərik, amma bu haqda sonra danışacağım. Pasiyent. Baxın, müalicənin 50%-i həkimdirsə, digər 50% də sizə düşür. Həkim haqqında növbəti videolarda danışacağam, amma bugün gəlin digər 50%-dən danışaq, yəni sizdən. Xəstələr iki qrupa bölünür. Birinci qrup, inkar edənlər. Mənə heç nə olmayacaq, hər şey qaydasındadır, deyib diaqnoza göz yumanlar. İkinci, mübarizə aparanlar. Vəziyyətimi bilirəm, harada olduğumu anlayıram və əlimdən gələni edəcəm deyənlər. Birinci halda heç nə yoxdur deyirsiniz, amma daxildə bir naməlumluq hissi var və qeyri-müəyyənlik gətirir. Xüsusən də övladlarınızı düşünəndə bu qorxu daha da artır. Nevrologiyada bir qayda var. Zaman beyindir. Time is brain. Sinir toxumaları itirildikdən sonra onları geri qaytarmaq çox vaxt qeyri-mümkündür. Ona görə də zədə baş vermədən onu önləməliyik. Diaqnozunuzu bilmək və hərəkətə keçmək sizə də güc verir. Bəs bir xəstə olaraq konkret nə edə bilərsiniz? Mən sizə kömək etmək üçün xüsusi bir bələdçi hand-out hazırlamışam. Əgər bu yolda ilk addım atmaq və nə edəcəyinizi öyrənmək istəyirsinizsə, şərhlərdə MS yazın və mən bu materialı sizinlə bölüşüm. Unutmayın, 50% sizin əlinizdədir.